Selamun Aleyküm və Rəhmətullah. Qardaşlar, ümumiyyətlə, o 12 xəlifə hədisindən qabaq, ümumiyyətlə, biz bu sualı ortaya qoymalıyıq ki, ümumiyyətlə, Şiə məzhəbində 12 imam əqidəsi olub-olmayıb, yəni söhbət o rəqəmdən gedir. Biz biraz araşdıranda görürük ki, ümumiyyətlə, Şiə məzhəbində belə bir əqidə olmayıb. Bunun dəlili nədir? Dəlili, bütün tarix boyunca elə o imamların öz zamanında ortaya çıxmış onlarla Şiə firqələri. Məsələn, tutaq ki, Fəthilər, İsmaililər və digər firqələr. Hansı ki, onlar 12 imam əqidəsində olmayıblar. Və o ravilər, hansı ki, 12 imam əqidəsində olmayan o məşhur şəxslər, bugün Şiə məzhəbinin 12 imam dediyi kəslərin xas tələbələri olublar. Məsələn, baxırsan ki, bir nəfərdir, Cəfər Sadiqin xas tələbəsi olub. Ən böyük tələbələrindən olub, amma fəthi əqidəsində olub. Yəni, məsələn, 6 imam əqidəsində. Yəni, sual çıxır, Cəfər Sadiqdən bu, bütün dini öyrəndi, amma Şiələrə görə dinin təməli olan 12 imam əqidəsini öyrənmədi. Ona görə biz, məsələn, çox uzağa getməyəyib. Elə Şiə firqələrinə dair yazılmış kitablar var, hansı ki, elə Şiə alimləri yazıb o kitabları. Məsələn, Növbəxtinin Firaq-ı Şiə kitabı kimi, ən qədim və etibarlı kitablardan. O kitabları oxuyursan, görürsən ki, hər imam öləndən sonra, o imamdan sonra imam kim olacaq deyə Şiələr cürbəcür firqələrə bölünüblər. Əgər doğrudan da 12 imam əqidəsi var idisə və bu imamlar tərəfindən öz tələbələrinə təlqin edilən, təbliğ edilən bir əqidə idisə, nə üçün hər imam öləndən sonra Şiələr bu cür ixtilaflara girirdi, bu cür ixtilaflara düşürdü? Yəni, bu özü dəlildir ki, onlarda belə bir əqidə olmayıb. Və bunun dəlillərindən birisi, yəni başqa bir dəlil, yəni misal olaraq, indi imamın adı tam yadımda deyil, mən istəmirəm deyim, sonra yəni sözümdə xəta eləyim, onu baxıb dəqiq deyə bilərəm. İmamlardan birisi, yəni ya 9-cu, ya 8-ci imam, Allahu ələm, tam yadımda deyil. Onlardan birisi öz böyük oğlunu özündən sonra imam kimi təyin edir. Yəni bu Şiə kitablarında gələn hədisdir. Məsələn, Kitab-ül Kəfidə və digər kitablarda gəlir ki, imam özündən sonra böyük oğlunu imam olacağını deyir. Ki, yəni mən vəfat edəndən sonra, məndən sonra bu oğlum imamdır. Və elə olur ki, həmin imamın sağlığında o oğlu ölür. Və cəmaət şoka düşür. Təəccüblənir ki, yəni bu necə oldu? Və sonra imam elə bil ki, o biri imamı təyin edir. Və burada da Şiələrin Əqidətül Bədə, Əl-Bəda adlı əqidəsi əmələ gəlib. Yəni, əgər bu imam özündən sonra kimin imam olacağını bilmirsə və imamın təyinində xəta edirsə, 12 imam əqidəsindən necə söhbət gedə bilər? Belə şeylər var. Yəni, bayaq dediyim kimi, Şiə firqələrinə və bu barədə yazılan kitablara baxsaq kifayət edir. Və bayaqki sözümün davamı olaraq, onu demək istəyirəm ki, sadəcə olaraq tarixdə Şiələr, Şiə firqələri, xüsusən də Həsən Əl-Əskərinin vəfatından sonra, hansı ki, onun zahirdə övladı olmayıb, 14 dənə firqəyə bölünürlər. 14 dənə firqə. O firqələrdən birisi, yalnız birisi, deyiblər ki, Həsən Əl-Əskərinin övladı olub Muhammed adında və o da qeybə çəkilib. Hansı ki, bugünkü Cəfəri məzhəbi, İsnəəşəriyyə, 12 imamçı Şiə firqəsi bu ideyaya dayanıb. Onlar sadəcə olaraq görüblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin 12 xəlifə barədə hədisləri var. Onlar da öz imamət əqidəsini bu rəqəm üzərində qurublar. Yəni, belə deyək də, Peyğəmbər sallallahu aleyhi və səlləmin 12 xəlifə ilə əlaqəli dediyi hədislərin bugün Şiələrin 12 imam əqidəsi ilə bir əlaqəsi yoxdur. Əksinə, tarixdə hansısa bir Şiə firqəsi öz əqidələrini bu hədislərə uyğunlaşdırıblar. Bu məqamda bir dənə rəvayət də mənim yadıma düşdü.
konkret, yəni Usul-u Kafidə Muhammed Yaqub Əl-Kuleyninin Kitab-ül Kafisində olan rəvayətdir və başqa kitablarda da gəlir. Səhv etmirəmsə, məsələn, Kəşfin Ricalında da gəlir. Əl-Mühim, qeydləmək istədiyim rəvayət nədir? Hansı ki, birbaşa dəlalət eləyir ki, doğrudan da yəni 12 imam əqidəsi deyilən bir şey olmayıb və bu sonradan quraşdırılan bir əqidədir. Ən gözəl misallarından və dəlillərindən birisini zikr edəcəm. Amma sonra qardaşlardan kiməsə, sizə məsələn lazım olsa, bu qeyd elədiyim rəvayətlərin kitab, cild, səhifə, onu qardaşa göndərərəm, sizə yönəldər. Onda bir problem yoxdur. Sadəcə mən indi hifzimdən deyirəm deyənə, kitabın adını deyirəm, amma cild səhifəsi təbii ki, yadımda deyil. Deməli, rəvayətdə nə gəlir? Zeyd ibn Ali, yəni bildiyimiz Zeynul Abidinin, yəni hansı ki, şiələrin 4-cü imam olduğuna etiqad elədikləri Zeynul Abidin, onun əsl adı Əli olub, Zeynul Abidin ibadət edənlərin zinəti, onun ləqəbi olub. Həmin o Əli ibn Hüseynin, yəni İmam Zeynul Abidinin Zeyd adında oğlu olub. Yəni bir övladı Muhammed Baqir olub, bir övladı da Zeyd olub. Deməli, Zeyd Küfədə şiələrin Mu'minu Taq, Əhl-i Sünnəni isə Şeytanu Taq dediyi Ət-Taq adında məşhur bir şiə rafisi var. Onunla bir diyaloq keçir. Onunla bir görüşü olub. Və Zeyd, fikir verin, imam övladıdır. Zeynul Abidinin övladıdır. Muhammed Baqirin qardaşı. Zeyd həmin o Taqa deyir ki, deyir, ey Taq, mən eşitmişəm ki, sən orada burada təbliğat aparırsan, bizim Əhl-i Beytin adından söz yaymısan ki, ortada, yəni İslam dinində İmamiyyə əqidəsi adı altında bir əqidə var. Yəni bu adda. Taq da etiraf edir. Deyir, bəli, doğrudan da belə bir əqidə var. Onda Zeyd ona maraqlı bir sual verir. Deyir, əgər belə bir əqidə varsa, deyir, mən bu əqidəni atamdan necə öyrənməmişəm? Yəni, necə ola bilər ki, atam bu əqidəni mənə öyrətməyib? Bu, orada belə bir gözəl misal deyir. Zeyd deyir ki, deyir, mən deyir, balaca uşaq idim. Atam Zeynul Abidin mənə yemək yedizdirərkən yemək, qaynar yemək mənim ağzımı yandırmasın deyə yeməyi soyudub ağzıma qoyurdu. Deyir, mənim ağzımın bu dünyada yanmasını rəva bilməyən atam necə ola bilər ki, bu boyda əqidəni məndən gizlətsin və mən bunun sayəsində bu əqidədən cahil olaraq Rəbbimə qovuşum və bütün bədənimlə cəhənnəm odunda yanım. Bu təsəvvür eləyin, qardaşlar, yəni Kitab-ül Kafidə keçən rəvayətdə açıq aydın Əhl-i Beyt imamı olan, Əhl-i Beyt alimi olan, imam övladı olan Zeydin dilindən gözəl bir etiraf. Yəni bundan o yanası yoxdur. Amma qaldı ki, o hədisin şərhinə, o qardaşın göndərdiyi dərslərdə mənə elə gəlir ki, o məsələləri izah eləmişəm. Elə həmin hədislərin, yəni 12 xəlifə ilə əlaqəli hədislərin, qardaşlar, elə şərhinə getməyə ehtiyac yoxdur. Elə hədisin özünü oxuyanda bizə hər şey aydın olur. Hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Buyurur ki, o 12 xəlifənin dönəmində İslam əziz olacaq, izzətli olacaq. İndi mən sual verirəm. Bugün şiələrə görə hansı imamın xilafəti dönəmidir? Onlar deyəcəklər ki, Mehdinin. Çünki Allahın, yəni şiə əqidəsinə görə hüccəti, yəni yer heç vaxt Allahın hüccətindən xali ola bilməz. Düzdürmü? Məgər bugün İslam əzizdir? Və ya məsələn İmam Hüseynin zamanında şiə məzhəbinə görə o zahirdə xəlifə olmasa da, batində, yəni ilahi bir məqam olaraq əslində xilafət məqamında olub. Lakin şiələr deyirlər ki, o dönəmdə İslam əziz olmuyor. İslam zəll olub. Və ya digər imamların dönəmində. Amma hədisdə elə gəlmir. Hədisdə Allah Rasul deyir ki, o 12 imamın xilafətində İslam əziz olacaq, izzətli olacaq.
Yəni bu şiə əqidəsinin taban-tabana ziddi nədir? Əgər bu hədisi 12 imam əqidəsinə biz calamaq istəsək, uyğun gəlməyəcək. Bu bir. Və ikincisi də ki, hədisin bir ləfsində gəlir Səhih Müslimdə. O 12 xəlifənin xilafəti üzərində insanlar ittifaq edəcək, icma edəcək. Bunun bu şiə əqidəsi ilə, 12 imam əqidəsi ilə bu hədislərin yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. Sələfi mənhəcində 12 imam əqidəsi varmı? Varsa da 12-ci imam Mehdi Zamandır. Sələfin əqidəsində 12 imam yox, 12 xəlifə var. Bu da əqidə deyil. Yəni sələfin əqidəsində demək düzgün deyil. Çünki bu əqidə əsaslarından deyil axı. Peyğəmbər sallallahu aleyhi və səlləm Müslimin səhihində, İmam Müslimin səhih əsərində nəql etdiyi hədisdə Allah Rasulü buyurur ki, məndən sonra 12 xəlifə gələcək. 12 əmir və onların xilafətində, əmirliklərində, onların zamanında İslam əziz olacaq. Yəni İslam güclü olacaq və müsəlmanlar bir olacaq. Bu mənada hədislər gəlib. Biz buna etiqad edirik və deyirik ki, bəli, və bəzi alimlər deyirlər ki, bu 12 xəlifə gəlib. Bunlar sırasıyla Əbu Bakır, Umar, Osman, Ali, Həsən, Muaviyə və ta ki, bu neçə elədir? 6 xəlifə. Və sonra da 6 Əməvi xəlifəsini qeyd ediblər ki, doğrudan da bu 12 xəlifədən sonra demək olar ki, xilafətdə parçalanma gedir, həqiqətən də belədir. Və sonra Əməvi xilafəti dağılır və Abbasilərdə də vəziyyət Əməvilərkindən Allah betər olur. Yəni, insanların sözü yalnız bu 12 xəlifənin dövründə cəm olub. Və bəzi alimlər isə deyiblər ki, çünki bu istihadi məsələdir, bu əqidə məsələsi deyil. Bəzi alimlər istihad ediblər və deyiblər ki, bu 12 xəlifə, birincisi Əbu Bakır, sonra Ömər, sonra Osman, Ali, Həsən, Muaviyə, həmçinin Ömər ibn Abdüləziz və deyiblər ki, axırıncısı da qiyamətə yaxın gələcək Məhdi. Və desən ki, bəs arada 4-5 xəlifə qaldı. Bəs onlar deyiblər ki, gələcəklər. Gələcəklər. Necə ki, yalancı peyğəmbərlər barəsində olan hədis. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məndən sonra 40 yalancı peyğəmbər gələcək. 40 rəqəm qoydu. Və onlardan axırıncısı hansıdır? Dəccal. Çünki o ən birinci özünü peyğəmbər kimi göstərəcək və sonra deyəcək ki, mən ilaham. Rəblik iddia edəcək. Və ən axırıncısı Dəccaldır. Və məsələn, İslam tarixinə baxsaq, yəni bizə vacibdirmi 40 yalancı peyğəmbərin adını bilək və ya əzbərləyək və ya deyək ki, bu əqidə əsaslarındandır? Yox. Əvvəlindən bir 4-5 dənə yalancı peyğəmbəri bilirik. Əbu Bakrın, Ömərin zamanında çıxmışdı və ortadan da tarixdə bəzilərini bilirik və sonuncusunu da bilirik. Biri sual versə ki, bəs ortada olanlar, biz deyirik ki, doğrusunu Allah bilir. Ya ola bilsin gəliblər, ya da ola bilsin Dəccalacan vaxt varsa gələcəklər. Aydındır. Amma qaldı ki, imam, hansı ki, rafislərin etiqad etdiyi kimi 12 imam, o əqidədən Allaha sığınırıq. Aydındır. Necə ki, xristiyanların İsa əqidəsi, o əqidədən Allaha sığınırıq. Aydındır. Amma onların İmam Müslimin bu Səhih əsərində nəql etdiyi bu hədisi dəlil gətirmələri batildir. Çünki onlar deyirlər ki, bu hədis sizin kitablarda da var. 12 xəlifə hədisi. Bu hədis onların leyhinə yox, əleyhlərinədir. Çünki Allah Rasulü o hədisdə xilafətdən danışır. Deyir ki, onların xilafətində İslam əziz olacaq. Aydındır, bu hədis onların əleyhinədir. Çünki biz bilirik, Əli ibn Əbu Talib və Həsəndən başqa xəlifə olmadı. Onların 12 dediklərindən heç bir xəlifə olmuyor, ikisindən başqa. Həmçinin hədisdə gəlir ki, o 12 xəlifənin xilafətində İslam əziz olacaq. Məgər rafislər iddia edir ki, Hüseynin yəni, dövründə İslam əziz olub, onlar dedilər, İslam zəllidir. Çünki xilafətdə kim idi? Yezid. Aydındır. Onların ilişdiyi nöqtə 12 rəqəmidir. Və salam. Və həmin Müslimdə Səhih hədisdə gəlib ki, mənim ümmətimdən 12 münafiq olacaq. Və sabahda bir nasibi, Əhl-i-Beyt düşməni çıxar və bu hədisi dəlil gətirər ki, sizin etiqad etdiyiniz bu 12 imam Allah Rasulunun dediyi
ümmətimdən 12 münafiq çıxacaq hədisindəkilərdir. Yəni rəqəmə görə. Təbii ki, bu da batildir, o da batildir. Vəssalam.